Salam, hər birinizin hər vaxtı xeyir olsun. Bu video dərsdə sizlərə şagirdlərim üçün onlayn şəkildə təqdim etdiyim 9-cu sinif riyaziyyat buraxılış onlayn sınaq 7-nin test suallarının izahlarını sizlər üçün də izah edirəm. Siz də belə bir onlayn sınaqlarda pulsuz şəkildə iştirak etmək istəyirsinizsə 051 982 25 63 WhatsApp nömrəm ilə əlaqə saxlaya bilərsiniz. Onlayn hazırlıqlar amma ödənişlidir. Bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Əyani hazırlıqlar üçün də ünvanımız Yevlax şəhəri. Əgər siz Yevlaxlısınızsa, yenə bu nömrə ilə əlaqə saxlayaraq əyani hazırlıqlara qoşula bilərsiniz. Belə, indi isə keçək sualların izahına. Birinci suala baxırıq. Sual 1. Daxili bucaq xarici bucağının 8 dəfə böyük olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Biz bilirik ki, uşaqlar, hər bir düzgün çoxbucaqlının ümumiyyətlə ixtiyar çoxbucaqlının hər bir daxili bucağı və xarici bucağı qonşu bucaqdır. O zaman deməli qonşu bucaqların dərəcə ölçülən cəmlisi dərəcə olacaq 180 dərəcə. Daxili bucaq xarici bucağın 8 dəfə böyükdür. Daxili bucağı daxili bizə xarici. Deməli biz xarici bucağı x götürsək daxili bucağının 8 dəfə böyükdür. Olacaq 8x. O zaman bunların cəmi 180 dərəcəyə bərabər olacaq. Yəni 9x bərabərdir 180 dərəcə. X-ə bərabərdir 20 dərəcə olacaq. Ona daxil bucağımız olacaq 160 dərəcə, xarici bucağımız olacaq 20 dərəcə. Bizdən düzgün çoxbucaqlının tərəflərinin sayını tapır, sayını istəyir. Biz də bilirik ki, düzgün çoxbucaqlının bir xarici bucağın tapılma düsturu 360 dərəcə bölünsün n-dir. Yəni xarici bucaqların cəmi həmişə 360 dərəcəyə bərabərdir. 360 dərəcənin tərəflərinin sayını bölsək, bir xarici bucağın dərəcə ölçüsünü taparıq. Yəni 20 dərəcəni tapmış olarıq. Bir dəqiqə. Buradan da çarpı vurursaq 20 dərəcə vurulsun n bərabər 360 dərəcə n də bərabər olacaq 360 20 bölsə düşəcək 18. Deməli bu düzgün çoxbucaqlı 18 bucaqlıymış. Cavab Y variantı. Yəni tərəflərin sayı 18-dir. Davam edirik, keçək növbəti sualımıza. Növbəti sualımız ikinci sualdır. İkinci sual görək nə deyir bizə. Sual 2. Bir dəqiqə. Deyir ki, düzgün altı bucaqlının tərəfi 6 cm olarsa, onun daxilini çəkilmiş çevrən radiusunu tapın. Biz bilirik ki, düzgün altı bucaqlının bütün tərəfləri və bucaqlar bərabərdir. Düzgün altı bucaqlının tərəfini A ilə işarələrsək, A olacaq 6 cm. Onun daxilini çəkilmiş çevrən radiusunu istəyir, yəni kiçik R istəyir. Kiçik R, yəni daxil çəkilmiş çevrən radiusu düzgün altı bucaqlının kiçik diagonal yarısına bərabərdir. Xarici çəkilmiş çevrən radiusu isə böyük diagonal yarısına bərabərdir. Bunu yadda saxlayın. Kiçik diagonal düsturu A kötüsü idi. Böyük diagonal düsturu 2A. Bu düsturları əzbər bilsəniz daha yaxşı olar. Çünki hər dəfə düstur çıxarmaq problem olur. Birinci biz kiçik diagonal tapsaq, A-nın qiyməti 6 olduğu üçün bura qoysaq, olacaq 6 kötüs. Gətir burada yerinə yazsaq, 6 kötüs bölünsün 2, ixtisar edəcək 1, 3 olacaq 3 kötüs. Yəni daxil çəkmə çevrən radiusu 3 kötüs olacaq. Yəni cavab B variantı. Keçək 3-cü sualın izahına. Bərabər tərəfli üçbucağın tərəfi 6 cm-dir, yəni A-sı 6 cm-dir. Bu üçbucağın xarici çəkilmiş çevrən radiusunu istəyir bizdən, yəni böyük R istəyir. Böyük R-in düsturu belədir. A kötüs bölünsün 3. Kiçik R istəsəydi, yəni daxil çəkilmiş çevrən radiusunu, o da olardı A kötüs bölünsün 6. Hündürlük istəsəydi A kötüs bölünsün 2. Bu düstura yazıram ki, yəni əgər bu düstura bilmirsinizsə, öyrənin. Tərəfi 6 cm-dir. Yəni A-nın yerinə 6 yazacaqsınız. Yəni 6 vurulsun kötüs bölünsün 3. İxtisar edəcək 1, 2. O da olacaq 2 kötüs. Cavab olacaq Y variantı. Yəni qaydalar bilirsənsə yazacaqsan. Keçək 4-cü sualın izahına. Xarici bucağı 40 dərəcə olan düzgün çoxbucaqlının daxil bucaqlarının cəmini tapın. Yəni bir xarici bucağın dərəcə ölçüsü 40 dərəcədir. Düzgün çoxbucaqlının bir xarici bucağın tapılma düsturu 360 dərəcə bölünsün n-dir. O da bərabər olacaq 40 dərəcəyə. Çarpaz vursaq, 40 dərəcə vurulsun n bərabər olacaq 360 dərəcəyə. Demək, n də olacaq 360-ı 40-a bölsək 9 çıxacaq. Demək, bu 9 bucaqlıymış. Bu 9 bucaqlının daxil bucaqlarının cəmini istəyir. Daxil bucaqların cəmini tapılma düsturu 180 dərəcə vurulsun, n çıxsın 2-dir. N-in yerini 9 yazsaq, 9-dan 2 çıxsaq 7 qalacaq, yəni 180 dərəcə vurulsun 7, o 0, 56, 5 yadda 1260 dərəcə. Cavab olacaq yəni ki, C variantı. Bu da maraqlı suallardandır. Yəni imtahana çox düşür belə suallar.
Keçək 5-ci sualın izahına. Deməli 4-cü sualın cavabı nə oldu? Baxaq. 1260, yəni 4-də cavab C. Baxaq görək nəyə. Bəli, 4-də cavab C-dir. Keçək növbəti sualın izahına. 5-ci suala baxırıq. 5-ci suala baxırıq uşaqlar. Deməli, diagonalların sayı tərəflərin sayından 4 dəfə çox olan qabarıq çoxbucaqlının tərəflərin sayını tapın deyir. Yəni n tapın deyir. Yəni diagonallar sayı uşaqlar n vurulsun, yəni bütün diagonallar sayı n vurulsun n-3 bölünsün 2 üstünə hesablanır. Diagonallar sayı tərəflərin sayından 4 dəfə çox, yəni bərabər 4 vurulsun n olan çoxbucaqlının qabarıq çoxbucaqlının tərəflərin sayını istəyir. Yəni çarpaz vurursaq belə. Burada vurub açırıq. N kvadrat çıxsın 3n bərabərdir 8n-ə. N kvadrat çıxsın 3n çıxılsın 8n bərabər 0. N kvadrat çıxsın 11n bərabər 0. N orta vurub çıxarsın. N çıxsın 11 bərabər 0. Hansı sıfıra bərabərsə vuruqların hər birini sıfıra bərabər edirik. N bərabər 0 olacaq. Bu n bərabər 0 burada yazmışıq. Təzədən yazmağa bir ehtiyac yoxdur. Bu ola bilməz. Tərəflərin sayı 0 olmaz. N də bərabər olacaq 11-ə. Deməli, bunu götürəcək. Deməli, bu tərəflərin sayı 11. 5-də cavab C. İndi isə 6-cı suala baxırıq. Sual 6 görək bizə nə deyirlər. Deməli, deyir, ABCDF düzgün 5 bucaqlıdır. Bucaq CB'dən bucaq AB'dən nisbətini tapın deyir. Gəlin bu düzgün 5 bucaqlının iri planını çəkək bir qıraqdan. Bu düzgün 5 bucaqlı adlandırsaq, deməli B, C, D, A, Y. Deməli, bucaq CB'dən. CB'də bucaq haradır? CB'də bucaq bura. Bura. Bir də AB'də bucaq. ABD. Bura. Bu bucaqların nisbətlərini istəyir bizdən. Düzgün 5 bucaqlının bir daxil bucağını tapsaq, 360 dərəcəni 5-ə bölüb bir xarici bucağını tapa bilərik. Olacaq 72 dərəcə. Biz də bilirik ki, bu xarici bucaqdırsa, daxil bucağı tapmaq üçün 180 dərəcədən çıxmalıyıq 72 dərəcəni. Çünki daxil və xarici bucaqlar qonşu bucaqlardır. O da olacaq 108 dərəcə. Yəni, bu da oldu daxili bucaq. Demək, hər bir daxil bucaq 108 dərəcədir. Uşaqlar, biz bilirik ki, burada bütün tərəflər bərabərdir. Çünki düzgün 5 bucaqdan söhbət gedir. Və yuxarıda alınmış bucağın 3 bucaq bərabər alınmış bucaqdır. Yəni, BC'də 3 bucaq. Bərabər alınmış bucağın oturacağımız 2 bucaqlar bərabərdir. Biz 3 bucağın daxil bucaqlarının 180 dərəcə olduğu üçün 180 dərəcədən çıxırıq 108 dərəcəni olacaq 72 dərəcə. 72 dərəcəni bölürük 2-yə olacaq neçə dərəcə? 36 dərəcə. Yəni, burada olacaq 36 dərəcə, burada olacaq 36 dərəcə. Və biz bilirik ki, D bucağı bütöv o da 108 dərəcədir. Eyni zamanda B bucağı da bütöv 108 dərəcədir. Onda biz buradakı digər bucağı tapmaq üçün 108 dərəcədən 36 dərəcədən çıxmalıyıq. 108 dərəcədən 36 dərəcə çıxsam neçə qalacaq? 2, 72 dərəcə. 72 dərəcə qalacaq. Və salam. Ona bu nisbətləri tapa bilərik. Burada kəç xət çəkirəm. CB'də bucağı oldu 36 dərəcə. O bir bucaqda oldu 72 dərəcə. Yəni AB'də bucağı. 36 ixtisas yaparsaq alınacaq nə? 2-də 1. Yəni cavab olacaq A variantı. 6-da cavab A. Davam edirik. Keçək 7-ci sualın izahına. 7-ci sual deməli romboid sualdır. ABC-də rombdur. AB BD-yə bərabərdir. BD burada diagonal. Onu çəkməmişik. Çəkməliyik. Aha. Bax belə. AB AD BD. AD 5-dir. BD də ona bərabərsə, deməli bunlar bir-birinə bərabər olduğu üçün burada 5 olacaq. Belə. Deyir ki, AC-ni tapın. AC böyük diagonal istəyir. Gəlin rombu geniş planda çəkək. Romb nəyə deyilir? Bütün tərəfləri bərabər olan paralelograma romb deyilir. A, B, C, D. Bax, uşaqlar, bu şu bucaq bərabər almış bucaqdırsa, deməli, bərabər almış bucağın AB oturacaq, iki bucaqlar bərabər olacaq. Yəni, burada 60 dərəcə olacaq. Biz də bilirik ki, 3 bucağın daxil bucaqlarının cəmi 180 dərəcədir. O zaman 180-dən 120 çıxsa, burada 60 dərəcə olacaq. Deməli, bu 3 bucaq bərabər yox, bərabər tərəf 3 bucaq imiş. Deməli, burada 5-dir. Bura 5 isə, bütün tərəflər 5-ə bərabərdir, rombdur.
Hani buradan bilirik də Romu bütün tərəflər bərabərdir. Özümüzü niyə öldürürük ki? Nəysə bizə AC diagonal lazımdır. Digər diagonal lazımdır. Romun yəni bu diagonalını istəyir bizdən. AC diagonalını istəyir. Biz Romun diagonalları ilə tərəf arasında əlaqə düşdürə bilirik. Bu diagonal uzun D1 olsun. O bir diagonal, kiçik diagonal da D2 olsun. Romun diagonalları ilə tərəf arasında əlaqə düşdürə bilər. D1-in kvadratı üstə D2-in kvadratı bərabərdir 4A kvadratdan. D1 axtarırıq. D1-in kvadratı üstə D2, yəni kiçik diagonal 5-dir. 5-in kvadratı bərabərdir 4 vurulsun. Tərəfi də A 5-in kvadratı, yəni D1-in kvadratı üstə 25 bərabər olacaq. 25 4 100. D1-in kvadratı bərabər 125 sana qalır 75. D1 də bərabər kök altında 75. 75-i də biz 25 vurulsun 3 yazacaq. 5 kökdə 3 çıxacaq buradan. 5 kökdə 3, yəni cavab A variantı olacaq. Belə. Keçək 8-ci suala. Düzbucağın eni 3-dür, uzunluğu 4 cm-dirsə onun perimetrini tapın. Bu sual sizə hədiyyədir. Yəni sadə bir sualdır. Deməli, eni 3-dür, uzunluğu 4-dür. Perimetri də biz bilirik ki, düzbucağın perimetri eni uzun cəminin kimisinə bərabərdir. 2 vurulsun 3 üstə 4. O da bərabər 2 vurulsun 7. O da bərabərdir 14 cm. Cavab C variantı. Keçək 9-cu suala. 9-cu sual düzbucağı trapez aid sualdır. Deməli, bucaq CDA 30 dərəcədir, AB 4 kötü 3-dür, BS 2-dir. Hamısını verib A-dən soruşur. Gəlin düzbucağı trapeziyamızı biz çəkək. İri planını çəkdik. Buradan hündürlük çəkək. Çünki biz düzbucağı trapeziyada iş görəndə kör bucaq təpəsində həmişə oturacaq, alt oturacaq hündürlük çəkməliyik. A, B, C, D. Bura 30 dərəcədir. Bura özümüzdə bir K yazaq. Bura 4 köhdü üstü. Bura 4 köhdü üstü bu düzbucağı trapeziyyanın hündürlüyüdür. O zaman burada bu hündürlükdə 4 köhdü olacaq. Bura 2-dir BC. Onda AK'nın uzunluğu da 2-yə bərabər olacaq. Bizdən A-dən istəyir, yəni böyük oturacaq uzunluğu istəyir. Nə edəcək? Biz bilirik ki, bura 30 dərəcədirsə, burada düzbucaq subsaf var axı. Bura olacaq 60 dərəcə. 30 dərəcə bucaq qarşıdan katit hipotenuzun yarısına bərabərdir. Onda bura olacaq 8 kötüz. 60-ın qarşısında duran katit, yəni KD 30 dərəcə bucaq qarşısında katidin kötü üstüsə bərabərdir. Yəni 4 kötüsü biz kötüsə vursaq, 4 vurulsun kötü 9 edəcək. Orada 3 çıxacaq, da olacaq 12. Yəni bura olacaq 12. Burada 2-də axı 2-dən 12-ni cəmib AD oturacaq verəcək. O da olacaq 14. Yəni cavab olacaq Y variantı. Belə. İndi isə 10-cu suala baxırıq. Tərəflər 4 və 6 olan paralleqramın kiçik hündürlüyü 3 cm olarsa böyük hündürlüyü tapın. Burada bir şeyi yadda saxlamalısınız. Deyəcəm nəyə? Biz bilirik ki, uşaqlar, paralleqramın eni uzunluğundan həmişə kiçikdir. Düzdürmü? Əlbəttə ki, düzdür. Biz bilirik ki, paralleqramın kör bucaq təpəsindən, bilmirsə bilin, kör bucaq təpəsindən böyük tərəfə çəkilən hündürlük qısa olur. Kiçik tərəfə çəkilən hündürlük isə daha uzun olur. Yəni ki, bura K yazaq, bura yazaq Y. Diğer tərəflər 4 və 6-dır. Yəni kiçik tərəf, N-ni yazır 4, bura olacaq 4. Uzunluğu 6-dır, bura 6, bura 6. Böyük tərəf. Paralleqramın da kiçik hündürlüyü 3-dür. Kiçik hündürlük bax buranı nəzərdə tutur. Buran yox. Bax buranı. Kiçik hündürlüyü 3-dür. Böyük hündürlük istəyir. Böyük hündürlük yazaq H. Yəni diqqətli olmaq lazımdır. Yerdən səhv salsanız doğru olmayacaq cavab. Paralleqramın hündürlükləri ilə tərəf arasında əlaqə düsturu belədir ki, A vurulsun HA bərabərdir B vurulsun HB. O zaman 4'e çəkilən hündürlük H-dır. 6'ya çəkilən hündürlük də 3'dür. Demək, H da bərabər olacaq 18 bölünsün 4. 2'yə çarparsa 9 bölünsün 2, o da olacaq 4,5 cm. Yəni cavab Y variantı. Belə. Bax, belə suallar imtahanlara çox düşür uşaqlar. Diqqətli olmaq lazımdır. Keçək 11-ci suala. 11-ci sual deyir ki, bərabərən trapeziyada, ABCD trapeziyasında BC 3'dür, AD 6 olarsa MN uzun tapın. Gəlin bu şəkli geniş planı çəkək.
bərabər trapeziyanın. Burada bu diagonallarda gördüğünüz kimi bu diagonallardır. Diagonallar kəsişmə nöqtəsindən bir dənə parça keçiriblər. Yəqin ki, oturacaqlar paralel. O şərti verməlidirlər. Bax, burada artıq natamamlıq var. Sadəcə biz gözə yara görürük ki, ora paraleldir. A, D. D bərabərliyin ABC trapeziyasında, yəni trapeziyanın yan tərəfi bərabərdir. Bərabərliyin ABC trapeziyasında BC 3-dür. Yəni üstə oturacağımız o 3-dür. AD 6-ya bərabərdir. 6 oturacaq 6-ya bərabərdir. Deyir, MN uzun tapın. Tapacaq. Bunun özünün düsturu var uşaqlar. Burada MN orta xətt deyil. Əgər parça diagonallar kəsişmə nöqtəsindən keçərsə və üst və alt oturacaqlar paralel olarsa, düstur belə olacaq. MN bərabərdir 2 AB bölünsün A plus B. A üstə oturacaqdır, B də alt oturacaqdır. Gətirib yerinə qoyursunuz. Yəni düstur bilmək lazımdır. Desəz ki, bu düstur harda alınır? Oxşarlıqda alınır düsturda. 2 vurulsa A-nın yerinə yazırıq 3, B-nin yerinə yazırıq 6, bölünsün 3 deyil 6. Deməli şu olar. Bu olacaq 9. Bunu vuranda 2 vurulsun 18. 1, 2 ixtisar getdi. Qaldı neçə? 4. Deməli 4 olacaq cavab D variantı. Yəni bu düsturu bilmirsinizsə öyrənin. 11-də cavab B. Burada B çıxıb. Bir dəqiqə. D olmalıdır. Belə. 11-ci sualı belə yekuna çatdı. Keçək 12-ci sualın izahına baxaq. Görə 12-də bizə nə deyirlər? 12 sistem tənlikdir. X, y bərabər 12, x plus y bərabər 7 olarsa, deməli, biz x bölünsün y üstə gələk, y bölünsün x-i tapmalıyıq. Burada orta məqas gətirsək, orta məqas x, y olacaq. Onda birincinin tamamlayıcı vuruq olacaq x, ikincinin tamamlayıcı vuruq olacaq y. Onda vuranda bunları x kvadrat üstə gələk, y kvadrat olacaq. Bu kvadratlar cəmi alınır sürətlə. X, y saxlayır məxrəci. Kvadratlar cəmini buradakı toplama halından görə açacaq. Köməkçi müxtəsər vurmuşsundan istifadə edirik. X plus y mürtəsi kvadratı çıxılsın 2xy. O da bərabərdir. X, y-in qiyməti 12-dir. X plus y-in qiyməti 7-dir. Yəni 7-nin kvadratı çıxılsın 2 vurulsun yenə 12. 12-də deməli 49 çıxılsın 24. 12-də olacaq 25. Cavab olacaq ya 12-də 25. Cavab C variantı. Belə. Davam edək, keçək 13-ə. 13-cü suala baxaq. Bir dəqiqə. Deyir ki, bir bağçada 35 uşaq var. Bir oğlan və bir qız gəlməzsə, bağçada hər bir oğlanın dostlarının sayı, qız uşaqlarının 3/1-ə bərabərdir. Bağçada neçə qız uşağı var? Deməli, uşaqlar nə qədərdir? Uşaq, bir dəqiqə. Uşaqların sayıda. Uşaqlar biz görürük ki 35 dənədir. 35. 35 uşaq var. Bunlardan bir hissəsi oğlandır, bir hissəsi qızdır. Yazıram oğlanlar. Oğlanlar x sayda olsa, qızlar olacaq nə qədər? Ümumi sayı 35 olduğu üçün qızların sayı olacaq 35 çıxılsın x. Sonra deyir, bir oğlan və bir qız gəlməzsə, bağçada hər bir oğlanın dostlarının sayı. Bir oğlan buradan gəlmirsə, onda indi oğlanların sayı olacaq nə qədər? Oğlanlar olacaq x çıxsın 1. Qızların sayı olacaq 30. Yenə yazım qızlar, bir dəqiqə. Bax, indi qızların sayı nə qədər olacaq? Qızlar. Buradan 1 çıxsa, 35-dən 1 vaat azalanda qızların sayı olacaq 34 çıxılsın x. Sonraki haldır. Oğlanların sayı oldu x minus 1, qızların sayı 34 çıxsın x. Bağçada hər bir oğlanın dostlarının sayı, burada hər bir oğlanın dostlarının sayını araşdırırıq. Qız uşaqlarının 3/1-ə bərabərdir. Əgər bu oğlanlar bir-birindən dostdursa, indi o da bir doğru bir cümlə deyil. Hər bir oğlan, bəlkə mən Əli ilə Vəli ilə dost deyiləm.
bax o problem var. Yəni məsəl üçün bağçada tutaq ki 20 nəfər adam varsa, mən də bağçanın 20 nəfər oğlan varsa, mən də bağçanın o 20 nəfər oğlandan biriyəmsə, deməli mən bu məsələnin şərtinə görə digər 19 nəfər oğlanla dost olmalıyam. Aydınmı? Deməli, belə ümumi oğlanlar sayı x-1-dirsə, dostların sayı nə qədər olacaq? Yəni bir oğlanın dostların sayı, yəni bunun bir vahid azdır. X çıxsın 1-dən 1 çıxsaq, yəni x çıxsın 1-dən 1 çıxsaq, neçə olacaq? X çıxsın 2. Yəni dostların sayı olacaq x çıxsın 2. Niyə elə oldu? Məsəl üçün dedim ki, bağçada 20 oğlan varsa, onda o bir oğlanın əgər bu oğlanlar hamısı bir-birinə dostdursa, bir oğlanın neçə dost olacaq? 19 dost olmuş olacaq. Görürsünüz, bir vahid azaltdıq. Yəni 20 oğlana qarşı 19 dost oldu. Ona görə x-1-ə qarşı bir vahid azalanda x-2 dost olur. Burada dostların sayı qız uşaqların sayının 3/1-ə bərabərdir. Dostların sayı x-2 bölürük qız uşaqların sayı. Qız uşaqların sayı da 3/1-dir. 34 çıxsın x-dir. Sonraki qız uşaqların sayı. Bərabər olacaq 3/1-ə. Bağçada neçə qız uşağı var? Ümumi qız uşaqların, yəni 35 çıxsın x istəyir. Yəni ümumi əvvəlki yəni qız uşaqların sayı. Heç nə çarpaz vurub həll etsək, deməli 3x çıxılsın 6 bərabərdir 34 çıxılsın 2x, 3x üstəgələk x bərabərdir 34 üstəgələk 6, 4x bərabərdir 40, x də bərabər olacaq 10. X 10-sa, yəni əvvəlki halda, yəni bu bayaq fərziyədə bir oğlan və bir qız uşağı gəlməzsə deyir. Amma hal-hazırda bağçada olan qızların sayı 35 çıxsın x-dir. Gətir burada x-in yeni qiymətini qoyanda onda 35 çıxılsın 10, o da olacaq neçə? 25. Demək, bağçada 25 dənə qız var. Cavab olacaq A variantı. Maraqlı sualdır, amma burada dost söhbəti məni aşmadı. Heç olmazsa deyər ki, bir oğlanın oğlan bağça yoldaşlarının sayı desək daha yaxşı olardı. Harada da burada dost olur. Nəysə, keçək 14-cü suala. 14. İşçilərdən birincisi o birindən 3 dəfə gecikdirir. Aha, biri cəhd deyir, o biri asta gəldi. Birinci işçi, bir də ikinci işçi. Yazırıq belə. Birincisi o birindən 3 dəfə gecikdirir. Birincisi tutaq ki, x saat işləyirsə, o biri asta gəldi. Bundan 3 dəfə gecikdirir. Olur 3x saat işləyir onda. Onda sonra deyirik ki, bu işçilər birlikdə 15 saat işləyirlər. Birinci işçi bu işi neçə saata görər? Deməli, bu saat məsələləri, hovuz, boru məsələləri hamısı 1 saata görə hesablanır. X saat işləyirsə birinci işçi, deməli 1 saata həmin işin hansısını görər? X-də birini görər. O biri də 3x saat işləyirsə işi, deməli 1 saata işin hansısını görəcək? 1 bölünsün 3x-ini görəcək. Bunlar deyir, birlikdə 15 saat işləyirlər. Əgər birlikdə həmin işi 15 saat işləyirlərsə, ona belə çıxır ki, 1 saat işləsələr birlikdə, 1 saat həmin işin 15-də birini inəyirlər, görərlər. Bunları toplayıb bərabər edəcək 15-də 1-ə. Yəni 1 bölünsün 2, üstə gələk 1 bölünsün 3x bərabər olacaq 1 bölünsün 15-ə. Orta mərkəz olacaq 3x, 3x x-ə böldüm 3, 3 plus o biri 1 olacaq, bərabər 1 bölünsün 15, çarpaz vursam 3x bərabərdir 60, x-ə 3-ün üstə 1 gələm 4 elədi, ona görə. X-ə bərabər 63-ə böləcəm, düşəcək 20. Bizdən soruşur ki, birinci işçi bu işi neçə saat görər? Birinci işçini biz x-lə işarələmişdik. Deməli, x-də 20 tapdıqsa, deməli, birinci işçi tək başına bu işi 20 saatı görər. Hə, indi bir iş var da, mən yerlərini dəyişik yazmışam. Deyir, işçilərdən birincisi o birindən 3 dəfə gecikdirir. Birincisi, mən əslində yerini dəyişik yazmışam, uşaqlar. Gəlin bunu ikinci işçi eləyək. Bunu birinci işçi eləyək. Birincisi ləng işləyir. Ona görə diqqətli olmaq lazımdır. Başa düşdünüzmü? Bu ləng olan budur, astagil olan. Birinci işçi, onda birinci işçinin iş qabiliyyəti olacaq 3x, x-in yerinə 20 qoysa 3-20 vuranda edəcək 60 saat. Cümləni diqqət eləməmişəm. Yəni cavab olacaq, cümləyə diqqət eləmək lazım. Yəni cavab olacaq B variantı. Bakı. Keçdik 15-ci suala. Sual 15.
Deyir ki, şəkildə o çevirən mərkəzidir, AB 8-dir, AC 6 olarsa R tap. Yəni radius istəyir bizdən, kiçik yeri. Biz görürük ki, bu A bucağı diametrə sökülən bucaq. Diametrə sökülən bucaq biz bilirik ki, 90 dərəcə olmamışam. Deməli, bura düz bucaq bucaqdır. Biz burada BC-ni tapa bilərik. BC hipotenuzdur. Pifagor teoremine göre 8, 6, hipotenuz olacaq 10. Biz de bilirik ki, gördüğünüz kimi də şəkildə görünür ki, düz bucaq bucağın xaricdən çəkmə çevirən mərkəzi hipotenuzun ortasına düşür. Yəni hipotenuzun yarısına bərabər. Yəni 10'un yarısı o da olacaq 5. Yəni sadə sualdır. Cavab C variantı. Yəni müəyyən qədər qaydalar bilmək lazım ki, bu suala yaza biləsiniz. Keçək 16-cı suala. 16-cı sual deyir ki, radiusu 12 cm olan 45 dərəcəli mərkəzə bucağa uyğun qövsün uzun tapın. Qövsün uzun tusturu L qövs bərabərdir pi r alfa bölünsün 180 dərəcə. Pi qalır yerində, radiusu yeni yazıram 12, alfa mərkəzi bucaqdır 45 dərəcə olacaq, bölünsün 180 dərəcə. 45 ilə 180 45 ixtisas yaparsam 1 4, 4 ilə 12 ixtisas yaparsam 1 3. Nəticədə olacaq 3 pi. Cavab yəni B variantı. 16B. Keçək 17-ci sualın izahına. 17 deyir ki, daxilində çevrə çəkilmiş trapeziyanın orta xətti 4 cm-dir. Trapeziyanın perimetrini tapın. Trapeziyanın daxilində çevrə çəkilibdir. Deməli, birinci çevrəngəni çəkək. Trapeziyada onun xaricindədir. Bu alt oturacaqdır. Bu üst oturacaqdır. Belə. Bu ixtiyari trapeziyadır. Bərabərliyi ola da bilər, olmaya da bilər. Adlandıraq. A, B, C, D. Bu tərəfin uzunluğu olsun X, bu tərəfin uzunluğu olsun Y. Yəni ixtiyari trapeziyadır. Üst oturacaq olsun A, alt oturacaq olsun B. Trapeziyanın orta xətti 4 cm. Trapeziyanın orta xətti biz bilirik ki, məsələn, burada orta xətti çəkməyə ehtiyac yoxdur, amma çəkirəm. Trapeziyanın orta xətti, məsəl üçün MN orta xətti. MN orta xətti biz bilirik ki, alt və üst oturacaqların cəmi yarısına bərabərdir. Deməli, o zaman biz nə edəcəyik? MN orta xəttin uzunluğu 4. 4 bərabər olacaq. A üstə gəlib B bölünsün 2-yə. Çarpaz vurursaq A üstə gəlib B bərabər olacaq 8-ə. Deməli, trapeziyanın oturacaqların cəmi 8-dir. Bizdən trapeziyanın perimetrini istəyirsə, deməli, perimetr 4 tərəfin cəminə bərabər. P, A, B, C də bərabərdir. A üstə gəlib B üstə gəlib X plus Y. Belə. A plus B-nin qiyməti bəllidir, 8-dir. Qaldı X plus Y. Biz də bilirik ki, ixtiyari dördbucaqlının daxilə çevrə çəkilibsə, həmin dördbucaqlının qarşı-qarşı duran tərəflərin cəmi bərabərdir. Yəni X-in Y-in cəmi bərabərdir A-nın B-nin cəminə. A plus B 8-ə bərabər olduğu üçün X plus Y də bərabər olacaq 8-ə. Deməli, bu da 8 olacaq. 8 üstə gələ 8, o da olacaq 16. Yəni cavab C variantı. Keçək 18-ci suala. Deyək, təyin kökləri cəmi tapın. Modulda x çıxsın ki, bərabər 8. Modul müsbət ədədə bərabərdirsə, onu bir dəfə olduğu kimi açırdıq. Bir dəfə də əksinə açıb həll edirik. X1 bərabər olacaq burada 10, x2 bərabər olacaq mənfi 6-ya. Hər ikisinin köklər cəmini istəyir, yəni 10 üstə gəlib mənfi 6, o da bərabər olacaq müsbət 4-ə. Yəni cavab A variantı. Keçək 19-cu suala. 19 sual. 3x kvadratı çıxılsın. 6x üstə gələ C bərabər 0. Tənliyin köklər hasilinin ən böyük qiymətini alması üçün, köklər hasilinin ən böyük qiymət alması üçün C neçə olmalıdır? Köklər hasiline söhbət gedirsə, biz gərək bunu çevrilmiş kvadratına getirək. Ona görə hər birini 3-ə bölək. Hər birini 3-ə bölürsünüz. 3-lər ixtisasa gedəcək. X kvadratı. Burada mənfi 6 3-ə bölündə mənfi 2x üstə gələ C bölünsün 3. Bərabər 0. Biz də bilirik ki, köklər hasili V teoreminə görə C bölünsün 3-ə bərabərdir. Bu kəsrin ən böyük qiymətini istəyiriksə, demək kəsrin sürətlə ən böyük qiymət almalıdır. Çünki biz bilirik ki, kəsrin qiyməti sürətlə düz asılıdır. C-nin yerinə ən böyük biz neçə yaza bilərik? Variantlarda görürük ki, 3 veriliblər. Ən böyük 3 yaza bilərik. Köklər hasilinin ən böyük olması üçün.
İndi bir iş var da. Bundan kifayətlənmirik. Niyə 3 olur? Niyə başqa qiymət olmur? Onu deyəcəm sizə. Burada kvadrat tənliyin köklərinin varlığı üçün şərt də verməlisiniz. Diskriminasiya sıfırdan böyük olanda bilirik ki, 2 bərabər kök olur. 2 müxtəlif kök olur. Diskriminasiya sıfıra bərabər olanda 2 bərabər kök olur. Demək, diskriminasiya sıfırdan böyüksə 2 müxtəlif fərqli kökü var. Diskriminasiya sıfıra bərabərsə 2 bərabər kökü var. Yəni kvadrat tənliyin köklərinin varlığı üçün diskriminant olmalıdır? Böyük bərabər 0. Diskriminant üstündə B kvadratının 4 AS-dir. O da böyük bərabər 0 olmalıdır. B-nin yerini yazıram -6. Çünki bu B -6-dır. Yəni -6-nın kvadratı çıxılsın 4 vursun. A-sı 3'lü, C-si də C ilə bərabər 0. Böyük bərabər 0. Deməli, 36 çıxılsın 12C böyük bərabər 0. -12C böyük bərabərdir. -36. Mənfi böləndə işarə əksinə dəyişəcək. C kiçik bərabər olacaq 3-dən. C kiçik bərabər olacaq nədən? 3-dən. Burada artıq gördüyünüz kimi bizə də lazım C-nin ən böyük qiyməti. Deməli, bax, C-nin bizə nə lazımdır? Ən böyük qiymət lazımdır ki, kəsin qiyməti ən böyük olsun. C də 3-dən kiçik bərabərsə, C-nin ən böyük qiyməti burada neçə ola bilər? 3-ün özü olacaq da. Ona görə burada 3 yazıram. 3 bölünsün 3 edir 1. Amma bizdən köklü hasinin ən böyük qiymətini istəmir. Köklü hasinin ən böyük qiymət olması üçün C neçə olmalıdır? C-nin yerinə biz neçə yazdıq? 3. Ona görə cavab olur 3, yəni B variantı. Belə. Keçək 20-ci suala. 20-ci sualı kvadrat tənliyə aid sualdır. Çevrilmiş kvadrat tənlikdir. Deməli, bu PS-dir, bu Q, sərbəsət. Deyir ki, kvadrat fərqi 12-yə bərabərdir, köklərin kvadrat fərqi. Yəni, x1-in kvadrat çıxsın, x2-in kvadratı bərabər 12-dir, M soruşur. Bu kvadrat fərqini müxtəsər vurma üstünə görə açsaq, x1 çıxsın, x2 vurulsun, x1 üstə görə x2 bərabər olacaq 12-yə. Biz də görürük ki, burada V teoreminə görə x1 plus x2 bərabər olacaq. Əks işarə ikinci əmsalayın -6-ya. Hasil isə, yəni x1 vurulsun x2 də bərabərdir. Sərbəsətdə, yəni sərbəsətdə m plus 2-yə bərabərdir. Deməli, bunun qiyməti oldu -6. Onda belə çıxır ki, x1 çıxsın x2 bərabərdir. 12 -6-ya bölsə -2 düşəcək. Təzədən bir də sistem tənlik qurmalıyıq. Demək, köklər cəmi bərabər oldu -6-ya. Köklər fərqi də bərabərdir. -2-yə toplasam, cəbr toplaması ilə. X2-lər gedəcək. 2x1 bərabər. -6-ın üstündə -2 gələndə edir -8. x1 bərabər olacaq -4. Gətir burada yeni qoyursaq. -4 üstə gələ x2 bərabərdir. -6. x2 bərabərdir. -6 üstə gələ 4. x2 də bərabərdir. -2. Burada da gətir yeni qoyursaq. m plus 2 bərabərdir. x1-in yerini yazıram. -4. x2-in yerini yazıram. -2. M üstə gələ 2 bərabərdir. Müsbət 8-ə. M də bərabər olacaq 6-ya. Cavab C variantı. 20-də cavab C. Belə qəşəng sual idi. Yəni burada həm də tənliklər sistemindən çalışmış olduq, həm də müxtəsər vurma üsullarını tətbiq etmiş olduq. Keçək 21-ci suala. Deməli, 3-də 2 üstə gələk 5-də 2 üstə gələk 7-də 4 üstə gələk 9-da 5 bərabərdir. A olarsa 3-də 1 üstə gələk 5-də 3 üstə gələk 7-də 3 üstə gələk 9-da 4 cəmini tapın. Nəyə bərabərdir? Bunu x-ə bərabər edirəm. Bilmirəm nəyə bərabərdir. Sistem şəklini alıb toplasam alt tarafda fikir verin. 3-də 1-dən 3-də 2-nin cəmidir 3-də 3. 5-də 3-dən 5-də 2-nin cəmidir 5-də 5. 7-də 3-dən 7-də 4-ün cəmidir 7-də 7. 9-da 4-dən 9-dan 5-in cəmidir 9-da 9. O da bərabərdir. A üstə gələk x-ə. Bunlar hamısının qiymət 1 edir. 1 üstə gələk 1 üstə gələk 1 üstə gələk 1 bərabər A plus x. Neçə biri var? 4 dənə 1 var. Yəni A üstə gələk x bərabər 4-ə bərabərdirsə, biz x axtarırıq axı. X-ə bərabər olacaq 4 çıxılsın A-ya. Yəni cavab olacaq B variantı. Belə, keçək 22-ci suala. 22-ci sual sadəcə adi kəsrə aid sualdır. Burada üçün məxrəcdən biri yazsaq, kəsin kəsə bölünməsi qaydasına əsasən, kənardakıda vurub sürət yazırıq. 1 vurulsun 1. Ortadakıda vurub məxrəc yazırıq. 2 vurulsun 3. Üstə gələk. Burada da 2 kimi biz sürətini 1 yazamarıq.
2 məxrəcində 1. Burada belə fikirləşir. Kəsr böləndə birinci olduğu kimi qalır 2. Vurulsun. O biri məxrəc tərsinə çevrilir, vurulur sürətə. 3/1-in tərsi olacaq 1/3. Çıx. Burada 2 məxrəcdən 1 rahat yaza bilərik. Yenə kənardakıda vurub sürət yazırsınız. Ortadakıda vurub məxrəc yazırsınız. Bərabər. Bu olacaq 6/1. Üstə gedək olacaq 6 çıxılsın. Yenə 6/1. Bunlar islah edəcək, qalacaq yerdə 6. Yəni cavab A variantı olacaq. Keçək 23-cü suala. 23-cü sual. A və B ədədlərinin ortaq olmayan sadə vurğulan hansı 9-dur? Yəni C 9-a bərabərdir. Ortaq olmayan sadə vurğulan hansının kiçik C hərfini işarələmişik. Əbob AB deyir ki 8-ə bərabərdir. A vursun B hansını soruşur bizdən. Əbobun belə bir düsturu var. Əbob AB bərabərdir. Kvadrat kök altında AB bölünsün C. Əbobun yerini yazırıq 8 bərabər kvadrat kök altında. AB-ni bilmirik, C də 9-a bərabərdir. Hər tərəfin kvadrat hissəsi kökdən tutarsak, deməli 64 bərabər olacaq. AB bölünsün 9. Məxrəcə bir yazı çarpaz vursaq, AB də bərabərdir. 64 9-a vuranda 36, 3 yadda 54, 57, yəni 576, yəni cavab D variantı. Yəni düsturu bilirsinizsə yazacaqsınız. Keçək 24-cü suala. Bu da faizat sualdır. 5000 manata alınan mal 5% ziyanla neçə manata satılar? 5% ziyanla. Deməli, malın alış qiyməti yazıram. Alış qiyməti satış ziyanla satmışıq. Ziyan bir də yazıram satış qiyməti. Satış. Alış qiyməti həmişə 100% götürülür. 5% ziyan eləmişik. 95% deməli satış qiymətimiz olacaq. 5000 manata alınan mal. Deməli alış qiymətinin altına yazırıq 5000 manat. Deyir neçə manata satdılar? Bilmirəm, x manat satdılar. Çarpaz vururuq. Yəni x vurulsun 100 bərabərdir. 5000 vurulsun 95. Burada 2 dənə 0, burada 2 dənə 0 sayıdır, qalır. 50 vurulsun 95. 5 ilə 5-in 45, 4 yadda, 25, 2 yadda. 5 dəfə 9-un 45 yadda 2, 47, bir dənə 0, 4750 manat. Yəni 4750 manat satılacaq. 24-də cavab D variantı. Keçək 25-ci suala. 25 nəfərlik sinifdə ingilis dilini bilənlər fransızca bilənlərdən 4 nəfər çoxdur. Hər iki dil bilən 2 nəfər, bu dillərdən heç birini bilməyənlər 3 nəfərdirsə, yalnız fransızca bilənlərin sayını tapın. Deməli, sinifdə neçə şagird var? 25. Sinifdə 25 şagird var. Burada dil bilənlərdən söhbət gedir. Bu dillərdən heç birini bilməyən 3 nəfərdirsə. Deməli, bizə lazım dil bilənlər. Yazıram dil bilənlər. Dil bilənlər tapmaq üçün həmin 25 nəfərdən 3-ü çıxıram. Qalacaq 22 şagird. Deməli, biz 22 şagird üzərindən danışırıq. Bizə bu qədər şagird lazımdır. Bu şagirdlərdən deməli, eyni idarədən çəkək. Bax, buraya yazacaq. İngilis dili, fransız dili. NI, yəni İngilis dilində danışanlar. Buraya yazıram. NF, yəni fransız dilində danışanlar. Bura yalnız İngilis dilində danışanlardır. Yəni NI fərq F-dir. Bura hər iki dildə danışanlar yazacaq. I kəsişmə F. Bura isə yalnız fransız dilində danışanlar yazacaq. NF fərq I. Burada deyir, hər iki dili bilənlər 2 nəfərdir. 2-ni ortaya yazırsan. Və sonra başda deyir ki, 25 nəfər sinifdə İngilis dilini bilənlər fransızca bilənlərin 4 nəfər çoxdur. İngiliscə bilənlər, yəni NI, fransız dilində bilənlərdən, yəni NF-dən nə qədər çoxdur? 4 nəfər çoxdur. NF plus 4. Biz yalnız fransız dilində danışanlar bilmirsə, X yazsam, onda NF fransızca danışanlar olacaq ümumi nə qədər? 2 plus X. Onda İngilis dilində danışanlar isə olacaq, bura NF-in yerinə 2 plus X yazsam, plus 4. O da olacaq X üstə gələ 6. Deməli, İngiliscə danışanlar oldu X plus 6. Ümumi, fransız dilində danışanlar oldu X plus 2. Yalnız İngiliscə danışanlar tapmaq üçün, X plus 6-dan, yəni ümumi İngilis dilində danışanlardan çıxmalıyıq hər iki dildə danışanlara. Bu da olacaq X plus 4. Bunların üçün cəmi də
bərabər olacaq dil bilən şagirdlərin sayına. Dil bilən şagirdlərin sayı nə qədər idi? 22. 2x plus 8 bərabər, yox 6, 4-ün üstünə 2 yəni 6 idi, bərabər 22. 2x bərabər 22-dən 6 çıxsam qalacaq 16, x-ə bərabər olacaq 8-ə. X-i 8 tapandan sonra bizdən soruşur ki, yalnız fransızca bilənlərin sayını tapın. Yəni n f fərq n istəyir. Onu da x-dən işarələmişik. O da olacaq nə qədər? 8 nəfər. Cavab B variantı. Belə. İnşallah ki, izahlar sizin üçün çox aydın, başa düşülən oldu. Suallar standart suallar idi. Yəni, baxış imtahandan düşə biləcək sual tipi nədir? İnşallah həm də təkrar eləmiş oldunuz. İnşallah bu qədər. Əgər videomu bəyənsəniz, gözəl şərhlər yazmağı, videomu bəyənməyi, videomu paylaşmağı unutmazsınız. Sağ olun, Allah'a emanet. Yenə deyirəm, bu sınaqlar pulsuzdur. Bir də pulsuz sınaqlarda iştirak eləmək istəsəniz 051 982 25 63 WhatsApp nömrəm ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz isə ödənişlidir. Əyani hazırlıqlar üçün də ünvanımız Yevlax şəhəri. Sağ olun, Allah'a emanet.